Həyatınızda gördüyünüz ən böyük möcüzə nə olub? Hansısa xəstənin sağalmasında ilahi möcüzə görmüsünüzmü? Deməli, mən təzə işləməyə başlayanda reanimasiya şöbəsində bizim bir xəstəmiz var idi. O vaxtda bu invaziv üsullardan az istifadə olunurdu. Demək olar ki, yox idi bizim respublikada. Söhbət gedir 2000-ci ildən əvvəlki hadisə. Bu pasiyentimizin 45 yaşı var idi. Bu 26 gün reanimasiyada qalmışdı. Və bizim kiçik orta tibb işçiləri bəzən daha tez məlumatlar toplaya bilirlər. Dedilər ki, bu adamın 5 qızı var. Biz də öz-özümüzdə fikirləşirdik ki, aman bu ağır xəstədir, bu da ölüb gedəcək, bu 5 qızın taleyi nə olacaq? Biz çox nigaran idik bundan. Əlimizdən gələni elədik, uzun müddət onu reanimasiyada saxladıq. Sonra xəstə evə getdi və bir neçə il məlumat olmadı. Mən də zaman-zaman yadıma düşürdü, çünki bizim soyadlarımız eyni idi. O da Nəcəfov idi, mən də Nəcəfov idim və düşünürdüm ki, nə oldu bu axırı, bu Nəcəfovun getdi, bu qızların axırı nə oldu? 5 ildən sonra özü qayıtdı. Dedi ki, özü də bilirdi ki, biz hamımız ondan narahatıq. Dedi ki, siz heç narahat olmayın, 5 qızın 5-i də ərə getdi, hamısını yerləşdirdim, ailələrinin hamısını təmin olunubdur. Mən bundan sonra deyir, ölsəm də də, ölməsəm də də, amma deyir, yaşayıram, Allah Teala məni yaşadır. Yəni, biz çox sevindik bundan. İkinci bir təəccübləndirici xəstəm var idi. Deməli, bu xəstəni evdə yazanda 80-60 idi təzyiqi. Getdim, mən də ona heç bir dərman yaza bilmədim. Cəmsi 2 dərman yazdım, onlar da tam qorumayacaqdı. Və sonra fikirləşdim ki, bəli, bu xəstənin taleyi nə oldu? 3 aydan sonra bizim internamız vardı. Gəldi, dedi ki, Binəqədi bazarında mən xəstəni gördüm. Biraz sevindim. Keçdi bu məsələdən 3 il sonra qohumu zəng elədi ki, Ruslan doktor, yadınızdadır bu xəstə yoxlamaq lazımdır. Yoxladım, onda mərkəzli xəstəxanadaydım, orada ona ekokardiografiya, başqa yoxlamalar elədik, pis görsənmirdi. Bundan sonra fikirləşdim ki, hə, bu yaşayır, amma nəsə şübhəli idim. 5 ildən sonra mənə zəng gəldi ki, Ruslan doktor, xahiş evə gəlin, bu xəstənin vəziyyəti ağırlaşıb, insult keçib, indi yaxşılaşıb, gəl mənə kömək elə, yəni oğlu deyir də. Getdim, baxdım, dərmanları və s. yazdım. Amma beynimi o məsələ çox üzürdü ki, bu möcüzə nətər olur. Özünə xəstəni dedim ki, sən incimə, mən səndən soruşmaq istəyirəm. Sən bu parametrlərlə indiyə qədər yaşamağın möcüzədir, nətər olub? Xəstə dedi, gəl bura doktor. Apardı məni, qapını açdı, içəri girdi. Gördüm, 4 divarın 4-ündə də kitabdır, o vaxt internet yox idi. Dedim, mən bu kitabları qoyub ölə bilmirəm. Böyle qəribə şeylər olur əlbəttə.